Mayın 12-sində Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun iştirakı ilə Regional İnkişaf İctimai Birliyinin hesabat iclası keçirilib. İctimai Birliyin struktur bölmələrinin rəhbər və əməkdaşlarının iştirak etdiyi iclasda Anar Ələkbərov Regional İnkişaf İctimai Birliyinin xalqımıza və dövlətimizə xidmət kimi dəyərlərə sadiq qalaraq, Azərbaycanın tərəqqisi naminə görülən işlərə töhfə verməkdə olduğunu bildirib. İclasda struktur bölmə rəhbərlərinin hesabatları dinlənilib, İctimai Birlik tərəfindən icra edilməsi nəzərdə tutulan layihələr müzakirə olunub.